Bizi çox ağır bəla gözləyir. Bugün Paşinyan nə dedi? Bugün Paşinyan nə dedi? Sentyabrda ağır müharibə dedi. Yəni, mən seçilməsəm ağır müharibə olacaq sentyabrda dedi. Dəyərli vətənlərim, bugün qoşun bölmələri, Azərbaycanda qoşun bölmələri Ermənistana tərəf, yəni Ermənistanla sərhəd bölgəsinə bəzi qoşun bölmələri gedir. Nə, təlimlər mi olacaq? Nə olacaq? İki variant var. İki variantdan biri olacaq. Ya elə, ya belə. Dəyərli vətənlərim. Görsən, indidən deyirlər ki, Qarabağ savaşına hazır olun. Kaçaryan gəlsələ Gəncənin davasını döyəcəklər. Çünki bizim başımızda İlham Əliyev kimi dənizdə xidmət eləyib Miçman, quruda xidmət eləyib çavuş belə olmayan İlham Əliyev var. Özdə marşal vurub ha, maşa vurub ha, maşa, marşal. Yox, Simusdan zaddan vur ki, marşal balacadır. Ermənistan Azərbaycanla müharibəyə hazırlaşır. Və nə oldu? Ala baba. Bütün mətbuat paylaşır, ala bax, ala. Bax, Paşinyan, ala. Mən demirəm, ha, bunu Paşinyan deyir. Ala baxın, ay millət. Nədir orada? Sentyabrda dəhşətli müharibə olacaq. Kim deyir? Paşinyan, ala. Ala baxın, da baxın. Bax, bütün mətbuat, bütün mətbuat. Bax, nə deyir Paşinyan? Budur, baba, baxın, ay millət, nə deyir? Ala baxın, Ermənistan, sentyabrda dəhşətli müharibə olacaq. İlham Əliyev sentyabra qalsa müharibə olar. İndən sonra silahlar ancaq Bakıya tuşlanacaq. Nə Erməniyə, nə Farsa, nə Rusa silah tuşlanmayacaq. Silah ancaq Əliyevə tuşlanacaq. Bəsdir.